istiğfar dilirik Allah Teala'dan ve yolun xəta olduğunu bilirik. Lakin onu zərurət adlandırırıq. Sığınıram Allah Teala'ya, o qəlbdən ki, dini alışveriş edib, o nəfsdən ki, haramı bəziyib, sonra sakitliyi axtarır. Şəhadət edirəm ki, ondan başqa ibadətə layiq haqq məbud yoxdur. Təkdir, şəriki yoxdur. Elə bir kəsin şəhadəti ki, bilir ki, itayətsiz həyat itkidir. Əgər ruzi gözəl deyilsə, təmiz, pak deyilsə, bəladır sahibi üçün. Və şəhadət edirəm ki, Muhammed onun qulu və elçisidir. Ümmətinə halal qapılarını göstərib və çəkindirib haramın sürüşkən yollarından və sonra ey Allahın bəndələri, qorxun Allah Teala'dan və bilin ki, dünya bir saat güldürsə də, lakin bir ömür hesaba çəkər. Və kim haramla yaşayırsa, bil ki, mənasız yaşayır. O yaşadığını zənn etsə də, yaşadığını hesab etsə də, saysa da, ona görə təsəvvür et. Təsəvvür et ki, dünya günün sonunda sənə bir qəbz çıxarır, hesab qəbzi. Və yazılıb onda bir saatlıq gülüşün dəyəri illərlə sıxıntıdır. İllərlə narahatçılıqdır. Çox malın dəyəri bərəkətin götürülməsidir. Yox olmasıdır. Haramın dəyəri, keçici ləzzətin dəyəri qurtarmayan peşmançılıqdır. Sonra deyilir ki, imza at və sən imzalayırsan. Sonra köksün sıxılır, sinən daralır, deyirsən, nədir səbəb? Səbəb, qadir olmadığın bir şeyin dəyərini vermirsən. Qəlbini satmısan. Ona görə Allahın qulu, ey mən yaşamaq istəyən, deyən, sadəcə yaşamaq istəyirəm, deyərək gəzən, sual ver qəlbivə. Elə bir sual ki, o sualdan qaça bilməyəsən və heç kəsin qaça bilməyəcəyi bir sual. Soruş, həyatın mənası nədir? Nədir bu həyatın mənası əgər günah adət olubsa? Nədir bu həyatın mənası? Səadət haram yolu ilə gedilirsə, nədir bu həyat? Əgər bilirsən ki, Allah Teala görür səni, sonra israr edirsən, təkrar qayıdırsan etdiyinə, nədir bu həyat? Əgər sevinci Allahın qəzəbində axtarırsan, sonra şikayətlənirsən. Köksünün darlığından, sıxıntıdan, bərəkətin getməsindən,